Gələcəkdə Azərbaycanda gömrük siyasətinin strateji baxışı bir neçə əsas istiqamətdə formalaşacaq. Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Gömrük Biznes Forumu 2025 Dialoq və Etimad adlı tədbirdə çıxışı zamanı bildirdi. Onun sözlərinə görə aparılan islahatların davamlı olaraq ticarət prosedurlarının optimallaşdırılması və sərhəd keçid sisteminin modernləşdirilməsi prioritet olaraq saxlanılmalıdır. Rəqəmsal həllərin tətbiqi və prosedurların azaldılması əməliyyatların sürətlənməsinə şərait yaradacaq, ölkənin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək. Qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması gələcəkdə də prioritet olmalıdır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, yaşıl gömrük təşəbbüsləri və rəqəmsal transformasiya modern idarə etmənin əsas elementləri olaraq qalacaqdır. Növbəti mərhələdə gömrük və biznes münasibətlərinin tənzimlənməsi sahəsində əsas prioritet etibarlı tərəfdaşlığın, vicdanlı sahibkarların dəstəklənməsi olmalıdır. Vicdanlı sahibkarlara hər tərəfli dəstək və xüsusi diqqət göstərilməlidir. Eyni zamanda qanunsuz əməliyyatlara qarşı təbii ki, sərt tədbirlər tətbiq edilməli və bazarın etibarlılığı artırılmalıdır. Bu yanaşma Azərbaycanın gömrük logistika sisteminin yüksək etimada malik və sahibkar yönümlü institusional modelə çevriləcəkdir. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov vurğuladı ki, son dövrlərdə avtomatlaşdırılmış risk analizi sisteminin tətbiqi nəticəsində sərhəd keçmə müddətinin 25% azaldılmasına nail olunub. Onun sözlərinə görə son dövrlər Azərbaycanda gömrük rəsmiləşdirmə müddətinin 35%, fiziki yoxlamaların sayının isə 22% azaldılmasına nail olunub. Gömrük işinin müxtəlif sahələr üzrə beynəlxalq tələblərə uyğun metodiki vasitələr hazırlanmış, elektron bildiriş sistemi ilə və təminat əsaslı malların buraxılışı mexanizmi tətbiq edilməklə gömrük ödənişlərinə səmərəli nəzarət üsulları formalaşdırılmışdır. 2024-cü il ərzində malların gömrük dəyərində bildirişləri vasitəsilə düzləşmiş 377 milyon manat məbləğinin üzrə 170 milyon 366 manat vəsait büdcənin gəlirlər hesabından cəlb edilməsi təmin edilmişdir. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi 4 milyard 343 milyon manat olduğu halda 2024-cü ildə faktiki büdcəyə köçürülmüş məbləğ 2 milyard 305 milyon manat və ya 53% artıq olaraq 6 milyard 648 milyon manat təşkil etmişdir. BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirdi ki, Cəbrayılda Şəfəq Günəş Elektrik Stansiyası inşa etmək üçün lazım olan panellərin 20%-i rayon ərazisindədir. Yeni layihələrimizdən Şəfəq layihəsi, işğaldan azad olmuş Cəbrayıl rayon ərazisində həyata keçirilən Şəfəq layihəsi də yeni bir standartdır, yeni bir sahədir. Bu sahədə bizim də əvvəllər fəaliyyətimiz olmayıb və bu yeni sahə üzrə də ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük orqanları ilə yaxından fəaliyyətimiz var. Biz gömrük strukturları ilə hər zaman çox yaxından əməkdaşlığın şahidi olmuşuq və təsadüfi deyil ki, elektron bəyannamələr ölkə miqyasında tətbiq edilmədən əvvəl ilk dəfə olaraq məhz BP-nin operatoru olduğu Şahdəniz 2 layihəsində tətbiq edildi və Şahdəniz 2 layihəsində bir pilot layihəsi kimi tətbiq edildikdən sonra ölkə miqyasında elektron gömrük bəyannamələri tətbiq olunmağa başladı. Eyni zamanda Yaşıl Koridor praktikası da ilk dəfə olaraq pilot layihəsi kimi bizim layihələrdə tətbiq edildi və müvafiq nəticələr nəzərə alınmaqla sonradan daha geniş miqyasda tətbiqinə başlanıldı. Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev vurğuladı ki, son 5 ildə Azərbaycanda aqrar sahə üzrə idxal və ixrac balanslaşıb. Qeyri-neft sektoru ixracında və yaxud da qeyri-neft sektoru xarici ticarət fəaliyyətində kənd təsərrüfatının rolu xüsusilə əhəmiyyətlidir və dinamikaya nəzər salsaq, ithal-ixrac həcmləri son 5 ildə aşağı-yuxarı aqrar sahə üzrə balanslaşıb 1 milyard ABŞ dolları həcmində özünü ehtiva edir. Amma ixracın həcmində son illər ciddi artım müşahidə olunur və bu bizi sevindirir və həmçinin aqrar siyasətin də bir növ bunu təşviq etməsi xüsusi vurğulamaq istəyərdim. Müqayisə ilə baxsaq, son 5 ildə 2024-cü rəqəmlərini baz alsaq, son 5 ildə ixrac aqrar kənd təsərrüfatı məhsullarının ixracı 43% artmışdır. Bu müqayisəni 2015-ci illə aparsaq, bu 2,9 dəfəyə yaxındır. Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Əkbər Əliyev qeyd etdi ki, Azərbaycandan qeyri-ənənəvi məhsulların ixracına başlanılıb.
Xüsusilə Avropa İttifaqı ölkələrinə Azərbaycan Respublikasından akvakultur məhsullarının, balıq məhsullarının, kürü məhsullarının, qurbağa ayağı bu kimi məhsulların ixracı həyata keçirilməkdədir və Avropa İttifaqında artıq 12-dən çox Azərbaycan istehsalçı müəssisələri orada qeydiyyata alınmışdır. Bu da Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin getdikcə artmasını göstərməkdədir. Əkbər Vəliyev həmçinin vurğuladı ki, Azərbaycan artıq 4 xəstəlikdən, həmçinin xırda buynuzlu heyvanların taun xəstəliyindən azad status alıb. Onun sözlərinə görə bu, ölkəmizdə istehsal edilən məhsulların ixrac trayektoriyasını, ixrac xəritəsini genişləndirəcək.